Salam əziz abituriyentlər, 24 nömrəli sualın izahını təqdim edirik. Doğru ifadələri müəyyən edin. 1. Azərbaycanda böyük kabotaj daşımaları əsas yer tutur. Bu yanlış fikirdir. Azərbaycan limanları yalnız Xəzər dənizində yerləşir. Azərbaycanda böyük kabotajın olması mümkün deyil. İndi sizlə birlikdə kabotaj anlayışını daha ətraflı nəzərdən keçirək. Kabotaj bir ölkənin dəniz limanları arasında əlaqədir və buradan da görürük iki növü var. Böyük kabotaj bir ölkəyə mənsub müxtəlif dəniz limanları arasında daşımalardır. Kiçik kabotaj bir ölkəyə mənsub eyni dəniz limanları arasında daşımalardır. Yəni Azərbaycanda dəniz limanları yalnız Xəzər dənizində yerləşir və bu bir hövzəyə aid olduğuna görə kiçik kabotaj hesab olunur. Amma məsələn Türkiyə həm Qara dənizdə, həm Aralıq dənizində limanları var. Onun ərazisində böyük kabotaj mövcuddur. İkinci fikrə baxaq. Birinci fikir yanlış idi. 2. Yük daşımalarda əsas yeri Sakit Okean tutur. Xeyr, yük daşımalarda əsas yeri Atlantik Okean tutur. Ancaq Çin, Yaponiya, Avstraliya, o cümlədən ABŞ-ın qərb regionlarının dəniz daşımalarında iştirakının artması ilə əlaqədar olaraq Sakit Okeanının rolu artmaqda davam edir. Ancaq hal-hazırda Atlantik Okeanı əsas yer tutur. Atlantik Okeanı. 3. Dəniz nəqliyyatı ilə daşınan əsas yüklərdən biri taxıldır. Bəli, dəniz nəqliyyatı ilə neft, filizlər, daş kömür, taxıl əsas daşınan məhsullardır. Yük dövriyyəsinə görə ən böyük limanlar Asiyanın şərqində yerləşir. Bildiyimiz kimi Çinin son illərdə iqtisadiyyatının həcminin böyüməsi ilə əlaqədar olaraq ən böyük dəniz limanları da Asiyanın şərq istiqamətində yerləşir. Orada həm Çin, həm Sinqapurun, həm Yaponiyanın, həm ixrac, həm idxal əməliyyatlarının əsas hissəsi dəniz limanları vasitəsilə aparıldığına görə orada böyük həcm malik dəniz limanları inşa edilmişdir. Doğru fikirdir. Doğru fikirdir. 5. Dünya ticarət donanmasına inkişaf etmiş ölkələr başçılıq edir. Bu yanlış fikirdir. Dünya ticarət donanmasına başçılıq edir. Əsasən buradan da görürük biz bunu. Panama və Liberiya başçılıq edir. Burada qeyd edilib. Buna səbəb bəzi inkişaf etmiş ölkələr öz ölkələrində yüksək miqdarda vergi ödəməkdən yayınması üçün köhnə gəmiləri Panama və Liberiya bayraq altında, ucuz bayraq altında üzürlər. Ona görə də dünya ticarət donanmasına başçılıq edən ölkələr Panama və Liberiyadır. Hər ikisi inkişaf etməkdə olan ölkələrdir. 5 fikri yanlışdır. Dəniz nəqliyyatına beynəlxalq sərnişin daşınmasında payı azdır. Doğru fikirdir. Dəniz nəqliyyatından əsasən yük daşımada istifadə edilir. Biz burada yük daşımaların payı və sərnişin daşımaların payını nəqliyyat sahələri üzrə bölgüsünü görürük. Gördüyümüz kimi yük daşımalarda dəniz nəqliyyatı çox mühüm əhəmiyyətə malikdir. Ancaq sərnişin daşımalarda isə dəniz nəqliyyatının payı çox azdır. Biz bunu burada aynı görürük. Bu fikir doğru. Deməli 3, 4 və 6 doğru fikirlərdir. 3, 4 və 6 doğru cavabdır.